İlk dəfə idi ki, imamlar içində az yaşlı bir uşaq imam olacaqdı. Çünki imamın 7 və 8 yaşı var idi. Bu möminlər arasında, şiələr, xüsusən şiələr, imam tərəfdarları arasında yenə də bir qəribə bir hallar yarandı. Dedilər görəsən kimdir, kim olacaq və s. Bax belə-belə məsələlər gündəmə gəldi. Əli ibn Əsbat deyir ki, mən İmam Cavad əleyhissalamın ki, az yaşlı idi, onun hüzuruna getmişdim və o həzrətə çox diqqətlə baxırdım ki, cizgilərini yadında saxlayım və Misrə gedəndə də imamın tərəfdarlarına deyim. Sanki belə görsən ki, Əli ibn Əsbatın da bəlkə də fikrində qarmaqarışıqlıqlar var imiş və o gedib Misir cəmaatındakı, Misirdə Əhl-Beyt tərəfdarlarına deyəcəkdi ki, bu 7 yaşlı uşaq sizin imamınız da onun 7 yaşı var və belə. Bu kimi şeylər yəqin onun da zehnindəmiş və yaxud da onlara necə cavab verəcəyi barəsində. Deyir, imam elə bir fikrimi oxudu və mənə dedi ki, Əli ibn Əsbat, Allah Taala'nın imamət məsələsində gördüyü iş eyninə nübüvvət məsələsində gördüyü işə bənzəyir. Yəni imamətdə elə bir dövr gəlib çatıb ki, artıq burada da peyğəmbərlikdə, nübüvvətdə olan bir şey gündəmə gəlir. Belə ki, Allah Taala Yusuf barəsində buyurur ki, o gəncliyinin yetkin dövrünə çatdıqda ona peyğəmbərlik verildi və elm verildi. Görsən, Yusuf çox gənc vaxtında oldu. Baxmayaraq ki, məsələn, digər peyğəmbərlərin yaşı çox idi. Musa peyğəmbər barəsində deyir ki, o da yetkinliyə, həddi-buluğa çatan kimi ona peyğəmbərlik verdik. Eləcə də ki, Yahya barəsində bu söz var. Həzrəti İsa barəsində də bu söz var. Və bunları imam ona deməklə sanki zehnindəki həm şübhələrini aradan götürmək istəyirdi, həm də istəyirdi ki, o gedib kimlərləsə danışanda bu məsələləri də gündəmə gətirsin. Desin ki, bax, bizim imamımız da belədir. Necə başqaları belə olub, Həzrəti İsa hələ təzə anadan olmuşdu. Gətirdilər, dedi ki, mən Allahın quluyam, Allah mənə kitab verib və məni bərəkətli qərar verib və məni peyğəmbər qərar verib. Ona görə də imam barəsində bax belə məsələlər gündəmə gəlirdi.